İsa Məsihin genetik atası, ilahi sir və ezoterik həqiqətlər. İsa Məsihin mənşəyi əsrlərdir müzakirə olunan və dini fəlsəfi suallar doğuran mövzulardan biridir. Ənənəvi xristian inancına görə o, Tanrının oğlu olaraq Bakirə Məryəmdən doğulub. Lakin ezoterik mənbələr bu doğuluşun daha dərin, ilahi və hətta kosmik bir sir olduğunu iddia edir. Bəs həqiqət nədir? İsa Məsihin mənşəyi haqqında ənənəvi baxış. Müqəddəs kitaba əsasən, Məryəm Allah tərəfindən seçilmiş və bakirə olduğu halda möcüzəvi şəkildə hamilə qalmışdı. Xristian ənənəsinə görə bu doğuluş Tanrının insanlarla birbaşa əlaqəsini simvolizə edir. İsa Peyğəmbər təkcə bir müəllim deyil, həm də yer üzünə göndərilmiş ilahi bir varlıqdır. Ancaq bəzi ezoterik mənbələrdə bu prosesin başqa cür baş verdiyi irəli sürülür. Onların fikrincə, İsa Məsihin dünyaya gəlişi ilahi qüvvənin texnoloji və kosmik müdaxiləsi nəticəsində baş vermişdir. Ezoterik mənbələr İsa Məsihin atası kimdir? Rus kontaktyor İrina Podzorovanın məlumatına görə İsa'nın bioloji atası yer kürəsindən deyil. O, Pikrana adlı bir planetdən gələn Endera Nil adlı varlıqdır. Bu varlıq Ququşu bürcündən olub və Burxat sisteminə aid idi. Ezoterik bilgilərə görə Endora Nil 19-cu ruhani səviyyədən 24-cü səviyyəyə qədər yüksəlmiş və kosmik bir varlıq kimi bilinirdi. Onun missiyası yer üzərində yeni bir dövrün başlanğıcını qoymaq, insanlığın ruhani inkişafına kömək etmək idi. Endera Nilin keçmişi də diqqət çəkicisidir. O, Burxat planetində dünyaya gəlmişdir. Ailəsi siyasətlə məşğul olurdu və özü də bu sahədə çalışmışdı. Lakin yer kürəsinin vaxtı ilə 330 yaşında o, kosmik səyahətlərə və dünyalarla əlaqə qurmağa yönəlmişdi. Maraqlıdır ki, bəzi ezoterik mənbələr Endora Nili Davud Peyğəmbərlə eyniləşdirirlər. Yəni o, təkcə İsa'nın bioloji atası deyil, həm də keçmişdə İsrail xalqının formalaşmasında kömək edən bir peyğəmbər olub. Məryəm və ilahi seçim. Məryəm kiçik yaşlarında xüsusi bir missiya üçün hazırlanmışdı. O, telepatik ünsiyyət vasitəsilə kosmik varlıqlarla əlaqəyə girirdi və baş mələk Cəbrailin enerjisini hiss edirdi. İsa'nın ruhu da hələ doğulmadan onunla ünsiyyətə girirdi. Məryəm 14 yaşına çatanda Endera Nil fiziki olaraq onun yanına gəldi. O, uçaq boşqab vasitəsilə yerə endi və Məryəmin yaşadığı pəncərəsi önünə peyda oldu. O dövrün insanları üçün belə hadisələr mələklərin gəlişi kimi qəbul edilirdi. Məryəm və Endera Nil arasında maraqlı bir diyaloq baş verdi. Mən kiməm? Mən sənin tanımadığın bir yerdən gəlmişəm. Bəs mənimlə niyə görüşürsən? Sən Məsihin anası olmalısan. Bu necə ola bilər? Axı mən ərə getməmişəm. Sən onu bu ərindən dünyaya gətirməyəcəksən. Mən yalnız bir nəfərlə nişanlıyam. O necə ola bilər? Mən ona necə xəyanət edə bilərəm? Bu lazım olmayacaq. İlahi qüvvə sənə daxil olacaq və möcüzəvi şəkildə mayalanma baş verəcək.
Məryəm əvvəlcə bu sözləri tam anlamasa da, bunun ilahi bir missiya olduğunu qəbul etdi. İlahi texnologiya və kosmik həqiqətlər. O dövrdə insanlar planetlər, ulduzlar və kosmik səyahətlər haqqında məlumata malik deyildilər. Onlar üçün göy sadəcə Tanrıya məxsus bir məkan idi. Bu səbəbdən Enderunil və onun kimi varlıqlar mələk adlandırılırdı. Ezoterik baxışa görə İsa'nın dünyaya gəlməsi adi bioloji proseslərdən kənarda baş verdi. Bu, bir növ ilahi texnologiyanın tətbiqi idi. Müasir kvant fizikası və foton texnologiyaları belə bir mayalanmanın mümkünlüyünü nəzəri baxımdan təsdiqləyə bilər. Fotonların informasiya daşıdığını artıq elm sübut edib. Əgər yüksək inkişaf etmiş bir sivilizasiya insan genetik koduna müdaxilə edə bilirsə, onda İsa'nın doğulması həm elmi, həm də mistik bir sir olaraq qalır. Nəticə: ənənəvi inanclardan fərqli olaraq, bu ezoterik mənbə İsa'nın dünyaya gəlməsini yad planetli bir varlıqla əlaqələndirir. Bu bilgilər insan tarixində və dini inanclarda inqilabi dəyişikliklərə səbəb ola bilər. Lakin bu, hər bir insanın fərdi düşüncə tərzinə və inancına bağlıdır. İsa'nın doğuluşu dini mətnlərdə ilahi bir möcüzə kimi izah edilir. Ancaq bu hadisənin arxasında daha dərin kosmik sirlər ola bilər. Müasir elm və ezoterik bilgiləri birləşəndə biz kainatın və insan varlığının sirlərini daha dərindən öyrənə bilərik. Bəlkə də bu sirrin tam açılması üçün insanlıq hələ də kifayət qədər inkişaf etməyib. Amma hər şey aydındır ki, İsa'nın dünyaya gəlməsi insanlığın təkamülündə xüsusi bir mərhələdir. Və onun hekayəsi hələ də yeni baxışlarla araşdırılmağa davam edir.